Bakı metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması layihəsi çərçivəsində 28 may və Nizami metro stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırıldı. Məhz bununla əlaqədar olaraq 6 yeni ekspres avtobus xəttə buraxıldı. Biz hazırda o avtobusların dayanacaq nöqtələrindən birində İnşaatçılar metrosunun düz yaxınlığındayıq. Burada metrodan çıxan sərnişinlər M2 avtobusu vasitəsilə şəhər mərkəzinə, başqa sözlə desək Nizami və 28 may istiqamətinə hərəkət edə bilərlər. Elə mən özüm də hazırda bu avtobusa daxil olacağım və 28 maya gedəcəm. Bu M avtobusları neçə dəqiqədən bir çıxırlar? 6 dəqiqədən bir, 4 dəqiqədən bir çıxırlar. Yəni belə də çox sıxlıq da olmur. 4 dəqiqə interval arası ilə çıxırlar. Yəni metro necə bu da elə. M1, M2, M3 İminli, yəni metrodan metroya, məsələn 28-dən Nizamiyə, yəni metronu bərpa eləyir. Biz hal-hazırda gedəcəyimiz ünvana çatdıq, 28 may metrosu yaxınlığındayıq. Qeyd edim ki, məhz bu avtobus xətlərin ayrılması layihəsi çərçivəsində əsas alternativlərdən biridir. Belə ki, biz İnşaatçılar metrosunda M2 avtobusuna daxil olduq. İndi isə 28 may metrosunda avtobusdan düşürük. Bundan başqa xətlərə M1, M3, M4, M5 və M6 marşrutları da buraxılıb. Bu marşrutların dayanacaq nöqtələrinə gəlincə isə M1 Elmlər Akademiyası 28 may istiqaməti, M2 İnşaatçılar Nizami 28 may istiqaməti, M3 20 yanvar Nizami 28 may istiqaməti, M4 20 yanvar Koroğlu istiqaməti, M5 20 yanvar Gənclik istiqaməti, M6 Elmlər Akademiyası Gənclik istiqamətində hərəkət edəcək. Vətəndaşlarımız aktiv şəkildə təşkil edilən bu ekspres marşrut xətlərindən istifadə edirlər. Hazırda olduğumuz 28 may nəqliyyat mübadilə mərkəzində 3 müxtəlif ekspres marşrut xətti fəaliyyət göstərir. M1, M2 və M3. Bunlar digər metro stansiyalardan vətəndaşlarımızı, sərnişinlərimizi bu əraziyə çatdırır. Eyni zamanda buradan da həmin metro stansiya istiqamətində hərəkət edir. Eyni zamanda qeyd edim ki, 20 müntəzəm marşrut xəttinə əlavə nəqliyyat vasitələri cəlb olunub, 100-ə yaxın avtobus cəlb olunub ki, vətəndaşlarımızın rahatlığı və əlçatanlığı təmin edilsin. Ekspres avtobuslarda sərnişinlərin istiqamətləndirilməsi də diqqətdə saxlanılır. Dayanacaqlarda və avtobuslarda nəqliyyat könüllüləri sərnişinlərə marşrutlarla bağlı məlumat verir, hansı avtobusdan istifadə etməli olduqlarını izah edirlər. Beləliklə sərnişin həm alternativ nəqliyyat vasitəsindən istifadə edə, həm də yolunu dəqiqləşdirmək üçün könüllülərdən məlumat ala bilər. Bununla yanaşı sərnişin tələbatının qarşılanması üçün 20 müntəzəm marşrut xətti üzrə avtobusların sayı da artırıldı. Eyni zamanda 28 may nəqliyyat mübadilə mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilib. 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsində müəyyən edilib. Zeynəb Müzəffərli, Vidadi Yusifli, Real.